Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Donetsk vilayətinin Uldaşnıq rayonunda Rusiya işğalçılarını geri oturtmağa nail olublar. Beləliklə, Ukrayna Silahlı Qüvvələri düşməni dəf edərək Donetsk vilayətindəki mövqelərini bərpa ediblər. Bu barədə Deep State Analitik Resursunun Telegram kanalındakı məlumatda bildirilir. Qeyd olunur ki, düşmən Zaporojye vilayətinin Kamenskoye rayonunda və Donetsk vilayətinin Dneproenerji rayonunda irəliləyiş əldə edib. Ukrayna Müdafiə Qüvvələri Uldaşnının cənubunda düşməni geri oturdub, düşmən Kamenskoye yaxınlığında və Dneproenergiyada irəliləyib. Məlumatda deyilir. Daha əvvəl Rusiya Federasiyasının yeni ehtiyatlarla hücuma keçəcəyi bildirilmişdi. Düşmən uğursuz hücum əməliyyatları həyata keçirməyə çalışıb. Rusiya Federasiyasının taktiki vəziyyəti yaxşılaşdırmaq cəhdləri nəticəsiz qalıb. Xatırladaq ki, Deep State düşmənin irəliləyiş istiqamətini açıqlamışdı. Ruslar Jerebeş çayı rayonunda irəliləməyə davam edirlər. Məlumatda deyilir. Hətta Terni uğrunda döyüş zamanı düşmən Yampolovkaya daxil olmaq imkanlarını yoxlayırdı və kəndin şimal-şərqində piyadalarını göndərdiyi bir yer tapdı. Həmçinin qeyd olunur ki, bugün yaşayış məntəqəsinin bir hissəsi düşmən nəzarətindədir və bu zonadadır. Müdafiə qüvvələri kənddə möhkəmlənmək və onu tamamilə işğal etmək cəhdləri ilə düşmənə zərbələr endirməyə davam edirlər. Məlumatda deyilir. Briqadanın uzun illərdir öz məsuliyyət zonasını uğurla saxlamasına baxmayaraq cinaha açıq olan 63-cü briqadanın döyüşçüləri üçün xoşagəlməz vəziyyət yaranıb. Xatırladaq ki, daha əvvəl Ukrayna qüvvələrinin Belgorod vilayətində uğurla irəlilədiyi bildirilmişdi. Ukrayna ordusu Demidovka, Grafovka və Pelesiya rayonlarında hücum həyata keçirir.